Hər vaxtınız xeyir olsun yoldaşlar. Siz 5 aprel dövlət qulluğu imtahanının məntiq suallarını izahı ilə tanış olacaqsınız. Ekranda günorta növbəsinin bütün sualları yer alır və diqqətlə izahları dinləyin ki, növbəti may və iyun imtahanlarında da uğurlu olasınız. Və bundan əlavə kanalımızda mart imtahanının da məntiq sualları paylaşdıq. Həmçinin həm martın, həm aprelin bütün informatika sualları da paylaşdıq. Ümumiyyətlə kanalımızı izləsəniz, bütün imtahanların bütün sualları paylaşılır. Diqqətlə izləyin, son 6-8 aya baxın və imtahanlara elə gedin. 71-ci sualla başlayırıq. Azərbaycanın iqtisadi inkişafı mövzusunda 5 şəxs dəyirmi masada iştirak edirlər. Bu şəxslər Yusifdir, Telmandır, İskəndərdir, Kənandır və Valehdir. Bu şəxslər müxtəlif rayonlardandır. Mingəçevir, Quba, Sumqayıt, Şəmkir və Bakı. Deyir ki, Mingəçevirin nümayəndəsi Bakının nümayəndəsi ilə Valehin arasında yerləşmişdir. Deməli, Valehlə Bakı nümayəndəsinin arasında Mingəçevirin nümayəndəsi var. Onda belə çıxır ki, Valeh nə Mingəçevirdən, nə də Bakıdan deyil. Valeh nə Mingəçevirdən deyil, nə də Bakıdan deyil. Deyir, Sumqayıtın nümayəndəsi Yusiflə Telmanın arasında oturmuşdur. Qarşısında isə Şəmkirin nümayəndəsi ilə İskəndər var idi. Baxın, Sumqayıtın nümayəndəsi harda oturub? Yusiflə Telmanın arasında. Deməli, Yusiflə Telman Sumqayıtdan deyirlər. Həmçinin onlarla da üzbəüz Şəmkirin nümayəndəsi oturub deyə onlar Şəmkirdən də deyirlər. Yoldaşlar, İskəndərdə Sumqayıtın nümayəndəsi ilə üzbəüz oturub. Onda o da Sumqayıtdan deyil. Həmçinin Şəmkirin nümayəndəsinin yanında oturub, deməli heç Şəmkirdən də deyil. Aşağıda qeyd edib ki, Kənan Sumqayıt, Yusif isə Mingəçevir və Bakıdan deyil. Kənan Sumqayıtdan deyilsə, artıq Sumqayıtdan olan bəlli oldu ki, Valehdir. Valehin də minuslarını doldursa, Şəmkirə də qalır Kənan. Verin. Sonra deyir, Kənan Sumqayıtdan deyil, onsuz da onu bilirik. Şəmkirdəndir. Yusif isə Mingəçevir və Bakıdan deyil. Yusif Mingəçevir və Bakıdan deyil. Deməli, Qubadandır. Üzrükdən bura minus qoymalıydım. Aha. Və Bakının nümayəndəsi Telmanla həmfikirdir. Yəni, Telman Bakıdan da deyil. Deməli, Mingəçevirdəndir. Bu qədər. İskəndər Bakının nümayəndəsi hesab olundu. Keçirik növbəti suallara. 72-ci sual tərəzi sualıdır, standart bir sualdır. Biz əvəz etmə üsulundan da istifadə edə bilərik burada. Toplaya da bilərik. Görək hansı bizə sərf edir. Mən götürürəm 4 dənə ulduzun yerinə yuxarıda və 4 dənə ulduzu silmək şərti ilə. Yuxarıda yazıram bunu. Yəni bir üçbucaq, 2 dənə də dairə. Avtomatik üçbucağın biri, üçbucağın birini, dairənin də birini ixtisar eləyir. Üçbucaq nəyə bərabər olur? Üçbucaq bərabər olur. Bir ulduz, bir dənə də dairəyə. Bir ulduz, bir dənə dairəyə. Biz bu üçbucağın yerinə bir ulduz, bir dairə qoysaq, yanındakı dairəni də olduğu kimi saxlasaq, doğru cavab olur C variantı. Növbəti suala keçirik. 73-cü sual. Qaymaq, süd arasındakı əlaqəyə uyğun sual neft arasındakı əlaqəni tapın. Qaymaq süddən ayrılaraq alınır. Yəni, südün içindən qaymağı ayırırıq. Südün üzünü yığırıq, qaymaqdır, ayırırıq ondan və onun bir məhsuludur. Neftdən də ayrılaraq alınan qazolindir və həmçinin qazolin neftin bir hissəsidir. Bir, belə deyək də, tərkibindən çıxan bir şeydir. Sadəcə neftlə birlikdə çıxır və ondan sonra ayrılır. 74-cü suala baxırıq. Bu sualda, məsələn, 113-ü almaq üçün 62 ilə 52-yə müraciət olunur. 62-nin rəqəmləri cəmi 8, kvadratı 64. 52-nin də rəqəmləri cəmi 7, kvadratı 49.
Bunları toplayıblar, eləyib 113. 41-in rəqəmləri cəmi 5 kvadratı 25. 16-nın da rəqəmləri cəmi 7 kvadratı 49. Onları da toplayıblar 74. Deməli 41-in rəqəmləri cəmi 5 kvadratı 25. 12-nin də rəqəmləri cəmi 3 kvadratı 9. Onları da toplayırsınız, eləyir 34. Növbəti suala keçirik yoldaşlar. 75-ci suala. Ardıcıllıq sualıdır. Baxın 5-dən 12 almaq üçün 3-ə vurarlar 15, 3 çıxarlar 12. 12-ni də vurarsan 3'e 36, 3 çıkarsan 33. 33'ü də vurarsan 3'e 99, 3 çıkarsan 96. Elə bu birisində də 3'e vurarsan 21, 3 çıkarsan. 3'e vurarsan 54, 3 çıkarsan və axıra kimi də eyni metodla davam edərsən. 76-cı sual əslində ilk baxışdan çox məntiqli sual kimi görünməsə də çox sadə və rahat həll olan bir sualdır. Baxın, romb və kvadrat. Kvadrat və dairəyə çevrilibsə, deməli kvadrat və dairə də çevriləcək nəyə? Romb və kvadrata. Sadəcə içəridəki fiquru qaraldıblar deyə siz də bunu qaraldacaqsınız. Cavab olacaq D variantı. Davam edirik 77-ci sualla. Bu sualda sol tərəfin kubu, 4'ün kubu 64, üstüne 8 gel 72. 3'ün kubu 27, üstüne 12 gel 39. 5'in kubu 125, üstüne de 25 gel 50, 150. Növbəti sual 78-ci sualdır. Kifayət qədər maraqlı bir rebusdur. Baxın 8 ilə 3'ü birbirine vururam 24, 6'ya bölürəm 4. 12'ni 6'ya vururam 72, 4'e bölürəm 18. 5'i 8'e vururam 40, 4'e bölürəm 10. 8'i də vururam 9'a 72, 12'ye bölürəm 6. Bəs bu 25 necə alındı? Baxın, 8 ilə 3 ilə qonşudur, düzdür? 8'dən 3'ü çıxdı 5, kvadratı 25. 8 ilə 12'ni bir-birindən çıxanda 4, kvadratı 16. A-nı, B-ni, C-ni hamısını tapdıq. Yerinə qoymaq vaxt aparır. Keçirik növbəti suala. 79-cu sual. Doğru cavabı tapan və ilk rəy bölməsində qeyd edən tələbəyə məntiq kitablarının hər birindən bir ədəd hədiyyə edəcəm. Amma çalışın kənar vasitələrdən istifadə eləməyin. Yalnız özünüz fikirləşməyə, süni intellektdən kömək almadan. Onsuz da belə deyək, sualı ilk tapana belə deyək, hədiyyələri təqdim edəcəyik. Rəy yazarsınız. İlk rəyin saatlarına uyğun baxacaq. İlk rəy yazmış yoldaşa, doğru rəy yazmış yoldaşa geri dönüş eləyəcəm və mobil nömrəsini alıb vəsaitləri hədiyyə eləyəcəm. 80-ci suala baxırıq. Gördüyünüz kimi kubun qapanışına uyğun müvafiq açılışı tapmağımızı tələb eləyir. A-nın ayaqları F-ə doğru baxır. Üstündə də T var. Fikir verin, A-nın üstündə T var. Ayağı da F-ə doğru baxır. Həm də bu F-i aşırtsaz, görəcəksiniz F-in başı T-yə doğru dayanıb. Ona görə 2 düzdür. Birdə də fikir verirsinizsə, biz bu T-ni F-in yanına aşırtsaq belə dayanacaq. Və T-nin ayağı F-in kürəyindədir. Amma burada başındadır. Ona görə bir səhvdir. Sonra F'in bu üçüncüdə A-nın yuxarı aşırdan da ayaqları belə dayanır. Bir dənə də yuxarı aşırdan da belə. Həqiqətən epizodda da belədir. T'nin altında F, sağında A-dır. 3 də doğrudur. Həm 2 doğrudur, həm 3 doğrudur. Yəqin ki, cavab B variantı olacaq. Çünki F'i də yuxarı aşırdan da baxın, belə dayanır. T'nin altında F, yanında da A-dır. Deməli 2, 3, 5 doğru cavabdır. Keçirik növbəti suala. 81-ci sual kifayət qədər rahat sualdır. Dairəvi diaqram bilirsiniz ki 360 dərəcə olur. 360'ın tapırsınız birinci məsələn 20%'ni. Neynir? Vuram 20'yə bölürəm 100'ə. Eləyir 72 dərəcə. Deməli N 72 dərəcəymiş.
M də 40%'dir. Yəni 20%'in 2 qatıdır da. Onda o da olacaq 144 dərəcə. 2'yə vurdum 72'ni. 25% nədir? 4'də 1'dir. 360'ın 4'də 1'i 90 dərəcədir. L 90 dərəcədir. Qalır K. Demək, K-nı da tapmaq üçün bunları toplayarıq. 144'ü, 72'ni və 90'ı toplayarıq və 360'dan çıxarıq. Bunların cəmi eləyir 6. Bunlar deməli 20, 0 yazdım. 2 yadda 306. Daha doğrusu hə də 306. Deməli, indi 360'dan da 306 çıxanda eləyir 54 dərəcə. X-i də tapdım 54 dərəcə. Onda belə çıxır ki 2 vur X, yəni 2 vur 54. Üstə gəl Y, Y də 72'dir. 72 çıx Z, Z də 90'dır. Yoldaşlar 108 üstə gəl 72, 180. Çıxanda da 90 eləyir 90 dərəcə. A variantı. 82-ci sual hissələrin xəyalən birləşməsi mövzusuna aiddir. Bu sualı mən imtahandan qabaq tələbələrimə göstərmişəm. Çox rahat sualdır. Baxın, 3 bucaq yerləşir sağ tərəfə. Həmçinin bu birisi 3 bucaq da yerləşir sol tərəfə. Bu 3 bucaq yuxarıya. Bu fiqur da onların aşağısına. Ona görə cavab C variantıdır. Növbəti suallara keçid edirik. Çox möhtəşəm bir sual var burada. Söhbət gedir faiz məsələsindən, yüksəliş məsələsindən. Tələbələrə çox çətin gəlib, amma çox rahat əslində. Euler-Venn diaqramını bilsəydiniz, rahat işləyə bilərdiniz. Burada yüksəliş müsabiqəsinə daxil olanlar, dövlət qulluq imtahanına daxil olanlar və magistraturaya daxil olanlar var. Deməli, yoldaşlar, 3 dənə dairə çəkirəm, bir-biri ilə kəsişən 3 dənə dairə çəkirəm. Bu dairələrin biri olsun magistratura dairəsi, biri olsun dövlət qulluğu dairəsi, biri də olsun yüksəliş müsabiqəsi dairəsi. Deməli, deyir ki, 23% yalnız yüksəliş müsabiqəsində iştirak edib. Deməli, bura 23%'dir. Sonra 2% yalnız dövlət qulluğu imtahanında. Deməli, 2% buradır. 60% isə magistratura imtahanında, yalnız magistr imtahanında. Bura 60'dır. Sonra deyir ki, namizədlərin 6%-i yüksəlişlə magistraturanın ikisində. Yüksəlişlə magistraturanın kəsişməsi buradır. Deməli, oran neçə faiz oldu? 6%. Biraz pis görünür deyə qələmi balacalaşdırıram. Bura oldu 6%. 1%-i yalnız yüksəliş və dövlət qulluğu, yüksəliş və dövlət qulluğunun kəsişməsinə yazıram 1%. 3% isə magistrla dövlət qulluğu. O ikisinin də kəsişməsinə yazıram 3%. İndi deyir, yalnız magistraturaya qəbul imtahanında iştirak edənlərin sayı, yəni 60%. Hər 3 imtahanda iştirak edənlərin sayından neçə dəfə çox? Hər 3 imtahanda iştirak edənlər 3 dairənin də kəsişməsində, yəni mərkəzində olanlar. Onu tapmaq üçün bütün bunların cəmini 100-ə bərabər eləmək lazım. 3, 1, 6. Bunlar eləyir 10. Üstünə də 60 gələndə 70. Üstünə də 23 gələndə 93. Üstünə də 2 gələndə 95. Düzdürmü? Və yerdə qalır 5%. Bir də yoxlayayım, görüm düzmü topladım. 70, 72 və bu da 23, bəli 95 edir. Yerdə də qalır 5%. İndi 65-dən neçə dəfə çoxdur? 12 dəfə. Cavab B variantı. Bu qədər. Çox rahat bir sualdır əslində, amma çox iri həcmli və çətin görünüb tələbələrə. Növbəti sual deməli Futoşikidir. Futoşiki sizə mart imtahanında içində izah etmişdim. Bu futoşikilər ehtimallıdır, çətindir. Ki versiz başlamaq üçün bir neçə yer var. Buradakı xana, həm yuxarıdakından, həm də aşağıdakından kiçikdir. Buna 1 deyərək də başlamaq olar, 2 deyərək də başlamaq olar. Həmçinin də burada fikir versiz, ardarda düzülmüş ədədlər var.
Bura 4, 3, 2 və yaxud 4, 3, 1 və yaxud 4, 2, 1 kimi 3, 2, 1 kimi müxtəlif yanaşmalar vermək olar. Birini yoxlayaq. Məsələn 4, 3, 2 yoxlayaq. Əgər 3 ilə 2-ni buraya yazsaz, burada qalar 4-dən 1, düzdür? Axı 4 nədənsə kiçik deyil. Ona görə bura 1 yazıram, bura 4. Sonra 1-dən böyük 2 də ola bilər. 3-də, 4-də, düzdür, 4 olmaz. Amma hələ buranı saxlayıram. Baxıram bura. Bəs buralara nə yazım? Məsələn, burada məcburam ki, 2 dənə şeydən balacadır deyə 1 yazım. Bir tərəfinə 2, bir tərəfinə 3 yazım. Hansını hara yazmağım hələ də dəqiq deyil. Yoxlaya bilərik. Məsələn, bura 2 yaza bilərik. Bura 3. Səhv çıxsa dəyişərik. Burada nə qaldı? Bax, 4, 2 yazdıq. Qaldı 1-dən 3. Məsələn, 1-i bura yaza bilərik. 3-ü bura. Həmçinin 1-dən böyüdür də 3. Burada nə qaldı? 3-dən 4. Məcbur 3-ü yuxarı yazacağıq, 4-ü aşağı. Ki, axı 4 böyüdür 3-dən. 2 verin qıraqda təkrarcılıq oldu. Deməli, bu metodumuz səhvdir. Nə edəcəyik? 3-dən 2-nin yerini dəyişəcəyik. Buraya yazacağıq 2, buraya yazacağıq 3. 4-dən 3 var, yoxdur 1-lə 2. 1-i bura, 2-ni buraya yazacağıq. 1-lə 2-ni yazdıq, qaldı 4-dən 3. 4-ü bura, 3-ü buraya yazacağıq. Çünki 4 3-dən böyükdür. Əgər 1-lə 2-ni yazdıqsa, 3-dən 4 qalıbsa, 4-ün yanına bir dənə də 4 yazmaq olmaz. Bura 3, bura 4 yazacağıq. 2, 4, 3, bura 1 yazacağıq. Və 1, 4, 3, burada 2 yazacağıq. Düzgün tapdıq. Aşağıdakı həlli vaxt itirməmək üçün mən etmirəm. Özünüzə maraqlıdsa, saxlayın videonu və baxın. Görün, belə deyək, hansının cavabı doğrudur, hansı yanlış, sizdən nə istəyir? Doğru ifadələri istəyir. Keçirəm növbəti suala. Aşkar operatorlar bölməsinə aiddir. Çox rahat sualdır. 4 ilə 12-ni qoymalıyam burada. 4-ün kvadratı çıxılsın 12. Yəni 16 çıx 12 eləyir 4. Bu oldu 4. 16 ilə mənfi 10-u da qoymalıyam bura. 16-nın üstünə mənfi 10 gələndə eləyir 6. Cavab 4-dən 6. Onları da qoymalıyam ortaya. Yəni bax bura. B-nin kvadratı, yəni 36. Çıx A, yəni 4. O da eləyir 32. Növbəti sual. Çempion adını qazanmaq üçün boksçular Kənan, Dadaş, Bəhman, Malik və Rafiq 9 döyüş keçirdilər. Malik Kənanı uddu. Dadaş isə Malik və Rafiqə, üzr istəyirəm, biz burada əyni səhv yazmışıq. Rafiqə qalib gəldi. Kənan və Bəhman Dadaşa qalib gəldi. Kənan isə, Malik isə Bəhman və Rafiqə uduzdular. Kim çempion oldu? Baxın, çempion olan uduzmaz, düzdür? Deyir ki, Kənan və Malik Bəhmana və Rafiqə uduzdular. Mən Kənanla Malik ümumiyyətlə çempion deyildir. Sonra deyir, Dadaş, Malik və Rafiqə qalib gəldi. Deməli, Maliklə Rafiq, onlar da uduzublar. Kənan və Bəhman Dadaşa qalib gəldi. Bunda Dadaş da, belə deyək, uğur qazanmayıb. Onda düzgün cavab Bəhman çempion olub, hamıya qalib gəldi. Növbəti sualımız rebus tipli şəkildir. Nə ediblər? Dairələrə bir baxın, kvadratlara da bir. Dairələr 90 dərəcə fırlanaraq, həm də içindəki rəqəmlər dəyişərək fırlanıb, kvadratlar da yenə. Baxın, 90 dərəcə sağa fırlanır. Bir dənə də 90 dərəcə fırlananda ya S ya da Y variantı olur. Həmçinin içindəki rəqəmlə də tapmaq olar. Baxın, 2 ilə 3-dən 5 ilə 7 necə almaq olar? 2-yə vurub üstünə 1 gəlməklə. 2 vur 2, 4, üstünə 1 gəl 5. 5 vur 2, 10, üstünə 1 gəl 11. 3 vur 2, üstə gəl 1, 7. 7 vur 2, üstə gəl 1 isə 15. Deməli, kvadratlarda da eyni metodu yoxlayırıq. 1 vur 2, üstə gəl 1, 3. 3-ü də 2-yə vurub üstünə 1 gələndə eləyir 7. 2-ni 2-yə vurub 1 gələndə 5. 5-i də 2-yə vurub 1 gələndə 11. Cavab Y variantı. 88-ci sual.
Standart ənənəvi cədvəl sualıdır yoldaşlar. Ekranı yaxınlaşdırın və sualı həll eləyin. Deməli, əvəz etmə metodu ilə həll eləyə bilirsiniz. Yenə də screen götürün və sərbəst cəhd edin. Alınmasa həllini yazarım videonun altına. 89-cu sual ənənəvi anagram tipidir. Xəncər, cərimə. Düzgün cavab A variantıdır. Ortaya cər yazacağıq. Xəncər və cərimə olmaqla iki söz əmələ gələcək. Növbəti sualımız 90-cı sual. Üçbucaq olub dördbucaq, yəni bir vahid artıb. Amma qara şariklərin sayı dəyişməyib. Burada da dördbucaq olmalıdır 5 bucaq və qara şariklərin sayı yenə də 2 olaraq qalacaq. Cavab D variantı. 91-ci sualda çox sadədir. Baxın, çöldə kvadrat, dairə, üçbucaq və yenidən kvadrat olmaq şərti ilə davam edir. Çünki növbəti bir fiqur yoxdur. Yalnız 3 fiqur üzərində hərəkət edir. Ya da belə baxa bilərsiniz. Kvadrat çöldə, kvadrat ortada, kvadrat ən içərdə. Yenə kvadrat ən çöldə. Üçbucağa baxın. Üçbucaq ortadadır. Nə çöldədir, nə içərdədir. Tən ortadadır. Sonra içərdədir. Sonra çöldədir. Təzdən ortaya keçəcək. Dairədəki içərdə idi, çöldə idi, ortada idi. İndi təzdən içəri keçmiş olacaq. Cavab A variantı olmuş olacaq. Sonra 92-ci sual. Yarım saatlıq şirniyyat dükanının qarşısında səni gözləyirik cümləsindəki fikrə əsasən hansı nəticəyə gəlmək olar? Gözləyən adam tək deyildi. Çünki gözləyirik cümləsi birinci şəxsin cəminə aiddir və biz gözləyirik. Biz də deyirsə, yəqin ki, minimum 2 nəfər var. Növbəti sualımız bağlarla əlaqələndirilmiş fiqurlar çox rahat belə deyək, mövzudur. T bir xətlidir, onda buraya yazırıq T. T ilə əlaqəlidir L, 3 xətti var, buraya yazıram L. L-nın qonşularından N var, bir də K. Amma M ilə qonşu deyil. Onda fikir verin, bu olur M. Axı L ilə qonşu deyil. X M-dırsa, onsuz da cəmi bir dənə variant var. Cavab C variantı. Növbəti sual 94 və çox maraqlı, çox çətin bir, çətin deməyim, vaxt aparan bir kakuro. Gəlin bu kakuronun da həllinə birlikdə baxaq. Mən mühazirə kimi bunu danışanda ilk dediyim cümlələrdən biri budur ki, sütunlarda dayanan ədədlərin cəmi, sətirdə dayanan ədədlərin cəmi. Tələbələr də düşünür ki, bu qal müəllim əlavə olaraq bizi yorur və bu cümlə nəyə lazımdır ki? Baxın, buna görə lazım idi. İllərdir Kakuro salan imtihana, Kakuro salan Dövlət İmtahan Mərkəzi ilk dəfə bir tərəfi məchul kimi qəbul elədi. Baxın, 15-in, 23-ün, 11-in və 3-ün cəmi neçə eləyir? 15, 23, 38. Üstünə də 11 gələndə 49, üstünə də 3 gələndə 52. Deməli, sətirlərin də cəmi 52 eləməlidir. 21-in, 11-in, 14-ün və Q-nın cəmi eləməlidir 52. 11, 21, 32, üstünə də 14, 46, üstünə də 6 gəlməliyəm ki, 52 eləsin. Deməli, Q 6-dır. Q 6-dır, Q-nın yeni yazdım 6 və sualı həll eləməyə başladım. Hardan başlamaq məqsədə uyğundur? Məsələn, məqsədə uyğundur başlamaq 15-dən. 15 ya 8-dən 7-nin cəmidir, ya da 9-dan 6-nın. Mən belə deyək də 9 və 6 variantı ilə başlayıram. Səhv çıxsa 8-dən 7-yə dəyişəcəm. İndi yoldaşlar, baxın. 11-dən çıxıram 6-nı, qalır 5. 5-də cəmidir, məsələn, 4-lə 1-in, 3-lə 2-nin. Və 21-dən də 9 çıxanda qalır 10, deməli, neçə qalır? 12 qalır. 12 də cəmidir. Ya tutaq ki, 8 ilə 4-ün, ya tutaq ki, 7 ilə 5-in. Amma 8 ilə 4 yox. Niyə yox? Çünki 11 1-in cəmidir, 2-nin cəmidir, 3-ün cəmidir və 5-in cəmidir. Onda bura 5 yazaq, burada 7 yazaq. Görək, düz gələcəkmi axıra kimi? İndi
11'dən də çıxanda belə deyək, 6-nı 5 qalır. Onu da 4 və 1 kimi parçalayaq. Səhv çıxsa 3 və 2 kimi parçalayacağım. Sonra 3 nəyin cəmidir? 1 ilə 2-nin. Həmçində 6 nəyin cəmidir? 1-in, 2-nin, 3-ün. Gəlin, məsələn, bura tutaq ki, 3 yazaq, bura 2. 2 verin, eləyir 13. Gərək üstünə 10 da gəlim ki, eləsin 23. Deməli, bu variant düz deyil. 3 ilə 2-ni yeni dəyişməliyik. Bura 3, bura 2 yazıram. Bura qalır 9. 9 plus 2, 11. Üstünə 3 gələndə, 3 gələndə eləyir 14. Deməli, vaqon sözünün hərfləri cəmini istəyir bizdən. V 6-dır. A 4'tü. G. Daha doğrusu G 6'dır. V neçədir? 9'dur. O 2'dir. N da 2'dir. Şimdi bu N'nı da 2 görən, O'nu da 2 görən tələbələr təşvişə düşür ki, 2 dənə hərf eyni ədəddir. Olsun da şərtdə onların bir-birindən fərqli olduğunu qeyd eləməyib ki. Bu qədər. Növbəti suala keçirik. 95-ci sual. Ardıcıllıqdır. Baxın 4'ə vurub üstünə 1 gəlib. Yenə 4'ə vurub 1 gəlib. Aşağıda isə 1 gəlib sonra 4'ə vurub. Mən çarpaz dəyişim. Burada 5'ə vurub 1 gəlib. Aşağıda da 1 gəlib sonra 5'ə vurmalıdır. Doğru cavab elə A variantına oxşuyur. 1 gəlib 5'ə vurub 1 gəlib 5'ə vuranda 155 eləyir, 185 yazıb bizi alladıblar. Onda yoxlayırıq. Məsələn, hansı variantı? D variantıdır. 1 gəlib 5'ə vurub 1 gəlib 5'ə vurub cavab D variantı. Keçirik 96-cı suala. Yoldaşlar, 96-cı sual məşhur sahə perimetr sualındandır. Bunun üçün bizdə çox qəşəng bir şablon var. Yoldaşlara necə hesablamaq lazımdır izah edirəm. Sonra tələbələrə yenə asan bir metodla bunu belə deyək, əzbərləməyi tövsiyə edirəm. Bax, bu fiqurumuz 6,75 ölçüyə malikdir. Bu fiqurumuz 3. Bütün tələbələrimiz bunu əzbər bilir. Bu fiqur 2 dənə kvadratdır. Ona görə içine yazıram 2. Bu fiqur 3 bucaq. 0,5'dir. Yarım 3 bucaqdır da. Yarım kvadratdır daha doğrusu. Bura 2'dir. 2 kvadrat. Sonra bak bura 2 tam %25'dir. Sonra bura 1'dir. Bura bu balaca ise 0 tam %25'dir. Gördüğünüz bura 1. Bağladım buranı. Burada 6. Bu 3 bucaqda 2 vur 2 böl 2. Eləyir 2. Bunları toplayırsınız, doğru cavabı alırsınız. Yoldaşlar, bununla bağlı asan həll yolu istəyirsinizsə, bizim ya Telegram kanalına, ya WhatsApp kanalına, ya Instagram səhifəsinə üzv olun. Orada bunların rahat variantını paylaşaq sizin üçün. Növbəti sual Hitori'dir. Hitori bilirsiniz ki, məşhur sual tiplərindən biridir və tez-tez düşür. Baxın, C ilə C'nin ortasında Y var. Y ilə Y'nin ortasında C var. Bu C'ye göre bu C ixtisar gedir, yanındaki ağarır. Bu Y'ye göre bu Y ixtisar gedir, yani qaralır, yanındakiler ağarır. Bu B'ye göre bu B ixtisar gedir, qaralır, yani yanındakiler ağarır. Bu belə deyək, gedişatdan sonra bir iş görmək olmursa, 2 dənə eyni hərf götürüb birini ağardıb, birini qaraldırıq. Səhv çıxsa ikinci həmləni də edirik. Səhv çıxmasa elə fikrimizin üstündə qalırıq. Məsələn, 2 dənə D görürəm. Birini qaraldıram, birini ağardırım. Qaraxananın yanına ağardırım. Bu A'ya görə bu A'nı qaraldıram, yanına ağardırım. Mən bu B'ni qaraltsam A bloka düşər. Ona görə ağardırım. Bu B'ye görə bu B'ni qaraldıb, yanlarını ağardırım. Avtomatik belə deyək. Bu Y'ye görə də bu Y qaralır. 6 ağarır. Bu A'lardan da yuxarıdakı A'nı qaraltsam B bloka düşər. Ona görə bu A'nı ağardıb, bunu qaraldırım. Beləliklə sualı bitirmiş oluruq. Görək bizdən nə istəyir. Yuxarıdan ikinci sətirdəki rənglənməmiş xanalar. Yuxarıdan ikinci sətirdə bütün xanalar rənglənməyib və ona görə də
Hamısını doğru cavab kimi götürürük. Cavab B variantı. 98-ci sual. Yoldaşlar, bu sualdan sizin üçün çox işləmişəm. Dərslərimizdə də, başqa videolarımızda da mən ipucu verim. Özünüz tapın ya da yox. Yox, fikirləşdim ki, tapan deyilsiz. Tənbəllik eləyəcəksiniz. Bu ilə özüm sizin üçün bunu həll edeyim. Baxın, ilkin göstərici nə qədərdir bilmirik. Son göstərici 33'dür və son göstərici ilkinə nəzərən 10% artır. Düşünün ki, nə 10% artanda 33 olur. Yazırsan ki 110% 33'dürsə 100% x-dir. Yəni qısacası əvvəlki göstəricini tapırıq. Əvvəlki göstərici 100% idi. Sonra 10% artdı, oldu 33. Onda 3300'ü bölürük 110'a, eləyir 30. İlk göstərici çıxdı 30. Yoldaşlar, baxın, burada da müqayisə aparın. Bütün, bak, bu neft qaz yoxdur. Qeyri-neft qaz var, cəmlər də var. Onda biz 33 tamdan, yəni 33 daha sıfırı yazmıram da, 33 bütövdən çıxıram 16.1'i. Nə qalır? Qalır 16,9. Deməli, buradakı göstərici 16,9'dur. Bəs 16,9 əvvəl neçə idi ki? 9% artıb oldu 16,9. Yazıram 109 16,9'dursa əvvəlki göstərici 100 x-dir. Buradan da 16,9'u vurub 100'ə böləcəksiniz 109'a, eləyəcək 15,5. Və qeyri-neft qazı tapmaq üçün 30'dan da 15,5'i çıxacaqsınız, eləyəcək 14,5. Əslində bəzən bu faizi soruşurlar ki, 14,5 neçə faiz artdı 16,1 oldu. Amma indi onu soruşmayıblar. Sual veriblər ki, qeyri-neft qazın ilkin proqnozu nə qədər oldu? 14,5 Y variantı. Növbəti sual 99-cu sualdır. Cədvəlin birini individual tapşırdım sizə, birini də özüm həll edeyim. K vur K 16'dır. K'nın kvadratı bərabərdir 16. Ürəyinizdə deyəcəksiniz, çətini mənə bizə tapşırdı, asanı öz elədi. Həqiqətən də yuxarıdakı sual bundan çətindir. Amma həllini sizin üçün yazarım. Onda buradan K olur 4. Deməli, L vur L bərabər olur. Deməli, bu birisini də yazım. M vur K, K da 4'dür də. Yəni 4 vur M bərabərdir B. Bir də M vur M, yəni M'in kvadratı bərabərdir A. Həmçinin də L vur L, yəni L'ın da kvadratı bərabərdir A böl B. A'nın da B'nin də yerinə qoymağa nəyimizsə var da, onda yazıram. L'in kvadratı bərabərdir. A'nın yerinə qoyuram M kvadratı. Bölünsün B. B'nin də yerinə qoyuram 4M. 4M. M'lərin biri ixtisar gedir. Və buradan M bərabər olur. M bərabər olur. 4 vur L kvadratıdır. Bəs kök altı M nəyə bərabərdir? Hər tərəfdən kök alaq. Buradan da kök alanda olacaq 2L. Cavab D variantı. Növbəti sual 100-cü sual. Məşhur aylardır, illərdir düşən bu sual. Gəlin bunu da həll eləyək. Birinci hər bir hərfin ehtimalını yazaq. Baxın, Ş hərfinin ehtimalı 6 dənə üzdür, bir dənə Ş var. Onda ehtimal olacaq 6'da 1. S hərfinin ehtimalı 6 dənə üz var, bir dənəsi S-dır. Onda S-ın da ehtimalı olacaq 6'da 1. T-nın ehtimalı 6 üzdən X-i T-dır, 6'da 2. A da bir dənədir, 6'da 1. İ də bir dənədir, o da 6'da 1. İndi ehtimalı 6'da 1. İndi saat sözünün ehtimalını tapanda nə olacaq? Birinci söz üçün tapıram. S 6'da 1, A 6'da 1, yenə A 6'da 1, T da 6'da 2. Kısacası saatın ehtimalı olacaq 6 üstü 4'də 2.
İndi ştatın ehtimalını tapıram. Ş 6'da 1, T 6'da 2, A 6'da 1, T təzdən 6'da 2. Bunun da ehtimalı olacaq 6 üstü 4'te 4. İndi şitin ehtimalını tapıram. Ş 6'da 1, I 6'da 1, T da 6'da 2. Olacaq ehtimalı nə? 6 üstü 3'te. Ox koyum hamısına ki çaşmayasın. 6 üstü 3'te 2 ve sitatın ehtimalını da tapaq. S 6'da 1, I 6'da 1, T neçə edir T? 6'da 2, A 6'da 1 ve təzdən T 6'da 2. O da edir 6 üstü 5'te 6 üstü 5'te ne? 2 vur 2 4. İndi bütün ehtimalları tapdıq. Gəlin artıq şeyləri silək. Görək bizdən nə istəyir. Deyir 2 ən böyük olanların cəmi ilə 2 ən kiçik olanların cəminin nisbətini tapın. Yoldaşlar, siz bunları müqayisə etmək üçün ya ortaq məxrəcə ya da ortaq sürətə gətirməlisiniz. Baxın, tapdığımız ehtimallardan ən böyük ehtimal yəqin ki olacaq nə? 6 üstü 3'te 2 ve 6 üstü 4'te 4. Bunlar en böyük ehtimallarımdır. Məxrəci kiçik olanlar böyük olurlar və həmçinin də məxrəci bərabər olanlardan da sürəti böyük olan böyük olur. Ən kiçik ehtimallar da 6 üstü 4'te 2 ilə 6 üstü 5'te 4. Bunları toplayanda yuxarını 6'ya vurmalıyam. Olacaq 6 üstü 4'te 12 plus 4 16. Bunları da toplayanda olacaq 6 üstü 5'te. Yine bunu 6'ya vurmalıyam. Olacaq 12 plus 4 16. Bunları da bir-birinə nisbət bölməliyəm. Böləndə də tərsinə vururlar. Onda 16 böl 6 üstü 4 vur 6 üstü 5 böl 16. 16'lar ixtisar gedir. 6 üstü 5 ilə 6 üstü 4 ixtisar gedir. Cavab qalır 6. D variantı və sona qədər dinlədiyiniz üçün bir daha təşəkkür edirəm. Kanalımızdakı bütün videolara baxmağınızı, faydalanmağınızı xahiş edirəm və sizə tövsiyə edirəm. Növbəti imtahanların hər birində sizə uğurlar arzulayıram. Salamat qalın. Sağ olun.